Sizi xoş gördük. Lənkəran rayon Yuxarı Nüvədi kənd Mais Mirzacanov adına tam orta ümumi təhsil məktəbinin radio qovşağı efirdədir. Bu həftənin sonuncu buraxılışı ilə efirdə sizlərlə mən 7B sinif şagirdi Əhmədzadə Leyla. Mövzumuz vətən torpağı uğrunda canlarını fəda etmiş qəhrəman oğullarımıza həsr olunur. Fəxrəddin Musayev, Zirvələrin qartalı. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ölkəmizə qarşı törədilən bir sıra cinayətlər, xüsusilə də erməni təcavüzünə və terroruna qarşı xalqımız səfərbər olub. Vətən və millətin naminə düşmənə qarşı ölüm-diri mübarizəsi qalxdı. Bu mübarizədə igid oğullarımız şəhid oldular. Onların bu igidlik rəşadəti xalqımızın qəlbində bir əbədi məşələ çevirərək gələcək nəsilləri yolunu işıqlandırır. Xalqımız və dövlətimiz vətən uğrunda şəhid olan qəhrəmanları hörmətlə xatırlayır, ehtiramla anır. Onlardan biri də 1-ci Qarabağ müharibəsinin şəhidi, Azərbaycanın milli qəhrəmanı baş leytenant Fəxrəddin Musaoğlu Musayevdir. Fəxrəddin Musayev 1957-ci il iyulun 30-da Türkmənistan Respublikasının Bayraməli şəhərində dünyaya göz açmışdır. 1964-cü ildə məktəbə getmiş, 1974-cü ildə orta təhsilini başa vurmuşdur. Sonra Gorki Politexnik İnstitutunu Gəmicilik Fakültəsinə qəbul olmuşdur. Milli ordu yarandıqdan sonra o təhsilini yarımçıq qoyaraq hərbi hava qüvvələrində xidmətə başlamışdır. Qarabağda keçirilən hərbi əməliyyatlarda o fəal iştirak etməklə kifayətlənmir, döyüş bölgələrinə uçuşlar edir, erməni yararlılarına qarşı mərdliklə döyüşür. 1992-ci il aprel ayının 11-də baş leytenant Fəxrəddin Musayev Füzuli rayonunun ərazisində düşmənə raket zərbələri endirdikdə faciəli şəkildə həlak olur. Şəhid xiyabanında dəfn edilərək yolunda canından, qanından keçdiyi vətən torpağına qovuşur. Azərbaycan Respublikasının prezidenti 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Fəxrəddin Musaoğlu Musayevə ölümündən sonra Azərbaycan milli qəhrəman adı verilir. Daha bir qəhrəmanımız döyüş yolunda nəzər salır. Pəhləvan Fərzəliyev 7 sentyabr 1958-ci ildə Füzuli rayonunun Qobu Diləvardan kəndində doğulmuşdur. Doğma kənddə 8-ci sinifi başa vurduqdan sonra Şuşa Kənd Təsərrüfat Texnikumuna daxil olmuşdur. İdmanla məşğul olmuş Şuşada Kənd Təsərrüfat Texnikumuna daxil olmuşdur. Şuşada keçirilən çempionatda Qarabağ çempionu adını qazanmışdır. O, 1979-cu ildə orduya çağırılmışdır. 1986-cı ildə Orenburg Texnopolik Universitetini bitirmişdir. Onun şücaəti nəticəsində Fələşşər kəndində bir erməni bölüyü məhv edilmişdir. 1992-ci il 11 apreldə Tağım komandirinin son döyüşü olur. Evli idi. 2 oğlu, bir qızı yadigar qalıb. Azərbaycan Respublikasının prezidenti 8 oktyabr 1992 tarixli 264 saylı fərmanı ilə Azərbaycan baş leytenant Pərviz Pəhlivan Əlihamoğlunu ölümündən sonra Azərbaycan milli qəhrəman adına layiq görülmüşdür. Füzuli rayonunun Qolu Dirağalar kəndində dəfn edilmişdir. Bugün həmçinin şəhid Abakar Hacıyevin həyatına və döyüş yolundan danışacağıq. Abakar Hacıyev bizə də 30 ildən sonra qələbənin nə qədər şirin olduğunu göstərən ölməz şəhidlərindən biridir. 11 aprel 1979-cu ildə Zaqatalanın Darqovqaz kəndində anadan olur. Abakar Hacıyev Müdafiə Nazirliyinin Qusardakı hərbi hissə komandirinin siyasi işlər üzrə müavini zampilot idi. 1996-2000-ci illərdən keçmiş Bakı Ali Dənizçi Məktəbinin Akademiyasına indiki Heydər Əliyev adına hərbi akademiyada təhsil alan Hacıyev leytenant kimi xidmətə başlayıb. 24 il nazirlik, Goranboy, Füzuli, Gəncə, Bərdə, Beyləqan və Lənkərandakı hərbi hissələrdə çalışıb. Sonuncu xidmət yeri Qusar olub.
1917-ci il noyabrda Qusarda zampilot kimi fəaliyyətə başlayıb. Abakir Hacıyev 2000-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin en saylı hərbi hissəsində leytenant hərbi rütbəsinə xidmətə başlayıb. 24 il Nazirliyi Goranboy, Füzuli, Gəncə, Bərdə, Beyləqan və Lənkəranda hərbi hissələrdə çalışıb. 2017-ci il noyabrda Qusarda zampilot kimi fəaliyyətə başlayıb. Sonuncu xidmət yeri Qusar olub. Mayor hərbi rütbəsinə qədər yüksəlib. O, xidmət etdiyi dövrdə 3 dərəcəli hərbi xidmətlər fərqləndirməyə görə Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi, Azərbaycan Qüvvələrinin 95 illiyi və Azərbaycan Ordusunun 100 illiyi yubiley medalları 3-cü dərəcəli qüsursuz xidmətə görə 2-ci dərəcəli, qüsursuz xidmətə görə və 1-ci dərəcəli qüsursuz xidmətə görə medallar ilə tərtib edilib. Azərbaycan ordusunun mayori olan Abakir Hacıyev 2020-ci il sentyabrın 27-sində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndi azadlığı uğrunda döyüşlərdə savaşıb. Abakir Hacıyev oktyabrın 27-sində Xocavənd döyüşləri zamanı Qırmızı Bazar istiqamətində şəhid olub. Zaqatala rayonunda dəfn olunub. Ailəli idi. Hacı və Eldar ana adında oğulları, Elvirə adında isə bir qızı yadigar qalıb. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev müvafiq sərəncamlarına əsasən Abakir Hacıyevin ölümündən sonra vətən uğrunda Xocavəndin azad olunmasına görə medallar və Azərbaycan bayrağı ilə ordeni ilə tərtib edilib. Dəyərli radyo izləyicilərimiz, bu həftəyə olan sonuncu buraxılışımızı yekunlaşdırdıq. Gələn həftə eyni məkanda görüşmək ümidi ilə sağ olun, salamat qalın.